Deməli, sınav 3. Salam müəllim. Salam Sinar, salam. Birinci sual nə yazmısınız? Biometrik mühafizə sistemi. Müəllim 2-dir, 5-dir. Bəli, biometrik mühafizə dedikdə insanın dəyişməyən xüsusiyyətlərinə görə istifadə olunan mühafizə sistemidir. Yəni insani özəlliklərə, məsələn, ovucun içinə görə, barmaq izinə görə, nitqə görə, gözün quzeyli qişasına görə, üzə görə tanınma. Yəni insana aid olan. İnsanın doğulandan belə deyək də ölənə kimi müəyyən bir məsələn barmaq izi falan da bunlar dəyişmir. Dəyişməyən özəlliklərinə görə deyirik ona görə. Amma ki belə məsələn üz falan dəyişir. Üzdə nöqtələr falan get-gedə qocaldıqca dəri falan salır. Yəni o qədər fərqi şey eləmir ha. Hiss eləmir. Çınarın üz ekranı məni atır. Siz daha tam oxşarsınız da bir-birinizə. Yox, mənim o qədər oxşar deyil. Onlar yəqin müəyyən orada birisiz müəyyən matris çıxardılır, üzün matrisi koordinatlarının. Yəqin ki üst-üstə düşən nöqtələr var sizdə. Ona görə. Deməli, bircə dəqiqə uşaqlar, bir dənə gəlirəm. Birinci biometrik mühafizə üsulları oldu. Üzə görə tanınma, bir də barmaq izinə görə tanınma. Başqa hansılardır? Nitqə görə tanınma, ovuc içinə görə tanınma, bir də gözün quzeyli qişasına görə tanınma. Biometrik yəni insana məxsusdur. İkinci sual nə yazmışıq? Səsim gəlmir. Gəlir mənim. 80. 80. Deməli, 16 simvollu əlifbada bir simvolumuz 4 bitdir. 65516 simvollu əlifbada, 36 simvollu əlifbada 16 bitdir. Deyir simvol sayı eynidir. En götürək. Tənasüblə yazsaq 4x-in 16x adda bu nisbət. Yəni 1x-in 4x olan nisbəti deyək də. 1-in 4-əyə daha doğrusu. 1-in 4-ə nisbətindədir də. Eynidirsə 1-in 4-ə nisbətindədir. 1-in 4-ə. Bu da x üstəgəl 4x bərabərdir 400-ə. 5x bərabərdir 400-ə. X də bərabər 80 olur. Bəli. 16 simvolu da 80-dir. 65536 simvolu da 320-yə bərabərdir. Düzgün cavab olur 80. Hamı elə tapıb 80 tapmısınız? Evet. Deməli, qrafik təsvirin paletrasındakı rəng sayları 1024-ə bərabər idi. Rəng sayılarının sayı 64 dəfə azalan zaman, yəni oldu 16. Qrafik təsvirin həcmi 12 kilobayt azalmışdı. Deməli, 1024-dən düşdü 16-ya, yəni 10-dan düşdü 4 bitə. Bir simvol 6 bit qədər, bir piksel 6 bit qədər azaldı. Ümumi 12 kilobayt azalıbsa, bunu 6 bitə bölürəm. Bu da eləyəcək 214. Yəni 16384. Almışıq. Evet. 4-də nə yazmısınız? 5-dir. Bu. 5. Baxaq, 5-dir mi? (32 üstü 5, 8 üstü 7, 4 üstü 10'luq ədədin 16-lıq sayı sistemində ifadə edilərsə, həmin ədəddə neçə sıfır rəqəmi olar? Deməli, bunu yazıram 2 üstü 25, üstəgəl 2 üstü 21, üstəgəl 2 üstü 20. Sonra yazıram 2 üstü, 2 vurulsun 2 üstü 4 üstü 6, üstəgəl 2 üstü 4, 2 vurulsun 2 vurulsun 2 üstü 4 üstü 5. Üstəgəl 2 üstü 4 üstü 5. Oldu 2 vurulsun 16 üstü 6. Üstəgəl 2 vurulsun 16 üstü 5. Üstəgəl 16 üstü 5. Hər dərəcədən bir dənə olmalıdır açıq yazılışda. Olacaq 2 üstü 2 vurulsun 16 üstü 6. Üstəgəl 3 vurulsun 16 üstü 5. Ən böyük dərəcə 6-dırsa 7 rəqəmlidir. 2 dənə
16-nın qüvvəti var. Yerdə qalan, yəni 2 dənəsi sıfırdan fərqlidir. Yerdə qalan 5-i, bəli, sıfırdır. Düzgün cavab olur 5. Düzdür. 5-ə nə yazmışıq? 5-ə nə yazmışıq? A müəllim. A. Deməli 4 6 cəmi elədi 10. Burada 2 yazılıbsa, aradakı fərq nədir? 8. Deməli bu 8-likdədir. 1-ə B uydu. Sonra bunu toplama ilə yazın. Çıxmağı həll eləməkdənsə, yəni yazırıq 13x üstəgəl 46x bərabər 62x-a. Bura 3-dür, bura 6-dır. Cəmi elədi 9, burada 2 yazılıb, aradakı fərq 7-dir. Deməli bu 7-lik say sistemidir. Sonra buna da qalır onsuz da onluq say sistemi. 1B, 2A, 3C düzdür. 5-ə uydu A variantı. 6-ya nə yazmışıq? 6-ya nə yazmısınız? Orada A. 8. Bəli, 8-dir, düzdür. F-dən keçməyən deyir, F-in çıxışına 0 yazırıq. Başlayırıq A-dan J-yə gedən yolları saymağa. A-nın çıxışına 1, B-yə 1 gəldi, 1 çıxacaq, C-yə də 1 gəldi, 1 çıxacaq. H-a da 1 gəldi, 1 çıxacaq. Sonra C-yə 1 gəldi, 1 çıxacaq. Y-yə 1, 1, ikisi gəldi, ikisi çıxacaq. Sonra D-yə 3-ü gəldi, 3-ü çıxacaq. İ-yə ikisi buradan, biri buradan, 3-ü gəldi, 3-ü çıxacaq. J-yə də 3, 2, 3. Cəmi 8 yol gəlmiş olacaq. Düzdür, 8. 7-yə nə yazmışıq? D. Düzdür, D-dir. Onsuz da burada... Müəllimə bir şey soruşa bilərəm. Buyur. Mən 3-də başqa yolla eləmişəm. 2 üstü 20 al. Yox, 2 üstü 12 almışam. Yox, 3 dəqiq 7. 3-də necə yazmısan onu denən, ona baxım. 10 biti x götürmüşəm. O 4-ü də x çıxınca götürmüşəm. Tənasüblə eləmişəm. Gözlə bir dənə. 3-ə deyirsən də. Bəli. Nə yazmısan 3-də? 1024 rəngçaları, onu x götürmüşəm. 4-ü də 64 dəfə azalır. 4-ü də x çıxınca götürmüşəm. 64 dəfə azalanda bu oldu 16. Bu tənasüb bununla qurulmur. Rəng dərinliyi ilə qurulur. 10 bitdə yazacaqdan x, 4 bitdə, məsələn, tənasüblə qurursansa x minus, yenə eyni şey alacaq. Lap ona da baxaq. Belə yazmışam elə. X minus 12 kilobayt. 10 bitdə, belə yazmışsan? Bəli. Bitlər ixtisar getdi. 10x minus 120 kilobayt bərabərdir 4x-ə. 6x bərabərdir 120 kilobayta. X də bərabər 20 kilobayt. Bu ilkin həcm alındı. İlkin həcmi 20 kilobaytı bölürük 1024-dürsə 10 bitə. Bunu da bitə çevirmək üçün 20 vurulsun 2 üstü 13, bölünsün 10. Bitlər ixtisar getdi. Burada 2 qaldı. 2-ni də 2 üstü 13-ə vuranda edir 2 üstü 14. Yəni 16384. Buradan o tərəfə yəqin nəyəsə səhv yazmısan. Hesablamanı səhv eləmişəm. Olar. 7-ci sual. Akif, Bahar, Cəmlə, Dilbər, Elnur, Fuad, Günay, Habil eyni universitetlərin iqtisadiyyat, marketinq, idarəetmə və sosiologiya fakültəsində təhsil alırlar. Məlumdur ki, hər fakültədə 2 nəfər təhsil alır. Bahar sosioloqdur. Cəmlə və Elnur eyni fakültədə oxuyur. Bax, burada fikir verin uşaqlar. Hər fakültədə 2 nəfər təhsil alır. Bahar sosioloqdur deyir. Cəmlə ilə Elnur da eyni fakültədə təhsil alırlarsa, bunlar sosioloq ola bilməzlər. Çünki artıq bir dənə sosioloq var, biri əksi idi. Amma Cəmlə ilə Elnur da eyni fakültədədirlər də. Akif və Habil fərqli fakültədədir. Marketinq ixtisasında oxuyan oğlan deyil. Aşağıdakılardan hansı mütləq səhvdir? Bəli, Cəmlənin Yazır marketinqçilər müəllim. Necə? Eş. Cəmlənin ixtisası sosioloqdur fikri yanlış olur. Bunu cədvəl üsulu ilə də yaza bilərsiniz. Deməli, A, Akif, Bahar, sonra Cəmlə,
Dilbər, Elnur, Fuad, Fuaddan sonra Günay, Habil. Sonra idarə, iqtisadiyyat, marketinq və sosioloq. Bahar sosioloqdur. Cəmilə ilə Elnur eyni fakültədirsə, bunlar sosioloq ola bilməz. Sonra marketinq ixtisasını oxuyan oğlan deyilsə, Akifdir. Sonra Elnurdur. Sonra Habildir. Ola bilməz. Bir də Fuad ola bilməz. Bu F-dır. Fuad ola bilməz. Sonra Cəmilə olmayacaqsa, yəni Cəmilə olsa gərək Elnur da olsun. Elnur olmadığı üçün Cəmilə də ola bilməz marketinq ixtisasında. Deməli Dilbərlə Günay qaldı marketinqə. Onda onlar sosioloq ola bilməz. Yerdə qalanlar haqqında amma nəyisə əldə eləmək olmurdu. Elə aldığımız məlumat budur. Elnur iqtisadiyyatda oxuya da bilər. Çünki iqtisadiyyat haqqında heç nə verilməyib. Baharla Habil eyni fakültədə oxuya da bilərlər. Hər ikisi sosioloq da ola bilər. Habilin ixtisası idarə etmə də ola bilər. Amma Cəmilə dəqiq sosioloq olmayacaq. Habillə Dilbər fərqli fakültələrdir. Bu da dəqiq düzdür. Çünki artıq Dilbər marketinqdə oxuyur. Marketinqdə Günay var. Habil marketinqdə oxuya bilməz. Düzgün cavab olur D variantı. 8-ə nə yazmışıq? 8. Bəli. 8. Düzdür, 8-dir. Deməli, çıxışa 125 verilib. Demişdik ki, həmişə hansı dəyişənə görə dövrün sayını təyin edirik. Girişi var, addımı var, çıxışı var. 1 ilə başlayıb 5-ə vurularaq 125 əldə olunub. Deməli, dövr 3 dəfə davam edib. Yəni, S-i 3 dəfə 5-ə vursam, 125-i əldə edəcəm. N-10-da 3 dəfə 15 vahid artıb, 45 vahid artmış olub və 3 dövrdən sonra bu şərt ödənmir. Bu şərtin əksi, yəni ədəd əgər 125-dən kiçik deyilsə, böyük bərabərdir 125-dən. N böyük bərabər 80-dən. Deməli, minimal qiyməti elə 80-dir. Rəqəmləri cəmidə 8 olacaq. Sonra, bura nə yazmışıq 9-a? A. Düzdür, A-da. Deməli, N3 ilə başlayıb M2 ilə nə qədər ki, yəni 3, bu K dəfə davam edib. Nə qədər ki, N 19-dan kiçik bərabərdir, dövr davam eləyir. Tutaq ki, N-in üzərinə K dəfə 2 gəlinir və K dövrdən sonra bu şərt ödənmir. Bu şərt ödənmir, yox qolunda çıxırsa, deməli 19-dan kiçik bərabər deyil, böyükdür. 2K böyükdür 17-dən, K da böyükdür 8.5-dən. Deməli, dövrün sayı 9-dur, tam ədəd olmalıdır. Bura 9 dəfə davam elədi. N-in ən son qiyməti nə olacaq? 3 üstə gəlinsin, 2 vurulsun 9, 18 olacaq 21. 21 böyükdürsə 0-dan imtahan sözü çap olunacaq. N olacaq 21 bölü 3, 7. 7 böyükdürmü 0-dan? Hə, imtahan sözü çap olunacaq. N olacaq 2. 7-ni 3-ə böləndə tam hissə 2 düşür. 2 böyükdürmü 0-dan? Hə, imtahan sözü çap olunacaq. N olacaq 2-ni 3-ə bölsəm 0 tam düşəcək. 0 böyükdürmü 0-dan? Yox, dövr sonlanacaq. Deməli, abituriyent 9, imtahan 3 dəfə çap olunacaq. Aydındır, uşaqlar. Başa düşürükmü? Kiməsə qaranlıq qalın. Yaxşı. Ona nə yazmışıq? A. Driver nə edir? Driver kompüterə qoşulmuş giriş-çıxış və əlavə qurğuları əməliyyat sisteminə tanıdır. Arxivləşdirmə proqramı faylları sıxır. Utilit də əməliyyat sistemində əlavə imkanlar verir. Müxtəlif formalı və məzmunlu şəkillər yaratmağa və redaktə etməyə kömək edən qrafik redaktordur. İstifadəçilərə köməkçi olaraq onların hər hansı bir məsələni həll etməsi. Məsələnin həlli tətbiqi proqramdadır. Tətbiqi proqram tərifində deyilir. İstifadəçiyə kömək məqsədi ilə yaradılan, kompüterdə hər hansısa bir məsələni həll etmək üçün istifadə olunan proqramlar tətbiqi proqramlardır. Bəli, düzgün cavab olur A variantı. Sonra
11-ə nə yazmışıq? D. Cavabı var bunun. Düzdür. 1, 4, 5 yanlışdır. Mümkün olmayanları istəyir. Ulduzdur. Birinci yadda saxlayın. Tam adda maksimum 355 simvol ola bilər. Tam adda. İstər qovluq, istər fayl adında, ulduzdur, sualdır, cüt dırnaqdır, qoşa nöqtədir, böyükdür, kiçikdir, slashlərin heç bir halından istifadə edilmir. Deməli, burada ulduz var, olmaz. Burada diskin adı həmişə yadda saxlayın. Buna baş kataloqda root directory gedir adı, root directory. Baş kataloq deyirlər. Diskin adında latin əlifbasının böyük hərfindən bir də qoşa nöqtədən istifadə olunur. Bu da olmaz. Burada da bəli sual işarəsi istifadə olunur, olmaz. Sonra 13-cü suala nə yazmışıq? 13-ə nə yazmışıq uşaqlar? D. D demə. D? Bəli. Bəli. B olmalıdır axı. Yox, oğlum, D. Nə olmalıdır? B. Bu deyil. D deyir müəllim. Mənim bir B-dir. Baxaq, yadımda B qalıb, görək. İnformasiya tələbə ifadəsi askı əlifbasında yazılıb. İnformasiya. Ulduz. Tələbə. Sonra bu verilmiş sözdən sonra ulduz simvolu. Daha sonra 48 bitlik simvol daxil edilib. 48 bit askı əlifbasında 6 simvol. 6 simvol A, B, C, D, E, F əlavə elədim. Kursor tələbə sözündən dərhal sonra dayanır. 7 dəfə backspace. 1, 2, 3, 4, 5, 6, 7. 6 dəfə də delete. 13 dənə simvol silinir də. 1, 2, 3, 4, 5, 6. Hədə onun ikisi qaldı. Dəqiq. Bəlkə mənim Mən yadımda. sayın da. Yox, bəlkə edirəm mənim yadımda səhv qalıb. Bir dəqiqə. Burada neçə simvol var? 1, 2, 3, 4, 5, 6, 7, 11 8, oradadır. 9, 10, 11, 12, 13, 18. 14, 15, 16, 17, 18 dənə simvol var. Bir dənə ulduz, 7 dənə də simvol əlavə olunur. Burada 18 idi, üstünə 7 gəldim. 25 dənə simvol oldu. Çıx 13. Hə, 13-ü çıxılır, 13 qalır. Hə, onda 24-dür, düzdür. Yəqin mənim yadımda səhv qalıb. Yəqin. Unicode əlifbasında da bir simvolumuz 2 baytdandır. Burada 12 simvol qalıb deyənə 24 bayt olacaq. Onca nə yazmışıq? A. A. Uşaqlar, bax, mən demişdim sizə, yadınızda saxlayın. Save as-lə. Biz 3 parametri dəyişsək, adın, tipin, bir də yerin. Yeni bir fayl yaratmış oluruq. Əgər bu üçündən biri dəyişməyibsə, ya adı, ya tipi, ya yeri dəyişməyibsə, eyni fayl üzərində saxlanılır. Və adda, yadda saxlayın, böyük, kiçik hərfin fərqi yoxdur. Yəni sən bir məsələn yoxdur bax. Məsələn sən bir dənə hərf, bir dənə b-dır. Məsələn sən bir dənə fayl yaratmısan, tutaq ki, kitab.docx-dir. Açdın bu faylı, dəyişiklik elədin. Üzərində dəyişiklik elədin, gəldin save as-ə, böyük hərflərlə yadda saxladın, kitab.docx məsələn. Bu fayl silinəcək, onun yerinə bu yazılacaq elə bil. Yəni, eyni faylın üzərində saxlanılacaq təkrar. Başqa yeni bir fayl yaratmır. Yadda saxlayın. Bunun səbəbi nədir? Çünki istər böyük hərflə yazılsın, istər kiçik hərflə yazılsın, diskə yazılanda faylların adı kiçik hərflə qeyd olunur diskdə, disk üzərində. Ona görə də böyük, kiçik hərfin fərqi yoxdur. Və bunu belə yadda saxlayın. Deməli, fayl adında böyük, kiçik hərfin fərqi olmayacaq. Bizdən fizika qovluğunu soruşur. Bu fizika 1-i silirəm.
Fizika. Bu məsələn bir fayldır, bu da bir fayldır. Artıq bu eynidir bundan. Görürsüz? Yəni məsələn olsaydı fiz 21, hə bu artıq yeni fayl olacaqdı. Amma böyük hərflə yazılmışdı, dəyişdi kiçik hərflə, yeni fayl yaranmadı. Deməli burada cəmi 2 dənə müxtəlif fayl olacaq. Aydındır uşaqlar? Başa düşdükmü? 14-də nə yazmışıq? Bu. Deməli, hesablayaq A2, B2, C2 və D2. A2 nədir? A2 D1 minus A1-dir, 5-dir. 5'dən. B2 C1 minus A1-dir, 2-dir. C2 A1 üstəgəl C1 vur, yəni 1 üstəgəl 3 vur 2, 8-dir. İndi baxıram ki, bax, bura 2-dir, bura 8-dir, bura 5-dir. Deməli, burada nə olmalıdır? 5 olmalıdır. Çünki orta qiymətlər bir-birinə bərabərdir. 25%-də tam yarıya bölünüb. 25-25-dir. Deməli, bunlar bərabərdirsə, deməli, buradakı qiymət də 5 olmalıdır. D2-nin qiyməti də 5 olmalıdır. Mən də bu düsturlardan hansının 5-ə bərabər olduğuna baxıram. Məsələn, C2 çıxılsın C1. C2 8-dir, C1 3-dür. Çıxanda 5 verəcək. Bu 2A1, bu 2-dir. D1 üstəgəl 2A1, bu 8-dir. D1 minus A1, D1 6, A1 1. Hə, bu da bizə 5 verdi. C1 vurulsun 3, bu da 9 verir, olmaz. Düzgün cavab bəli, B-dir. 2, 4. 15-ə nə yazmışıq? D. 60-dır, düzdür. Deməli, C5 xanasına yazılıb, C1, C4 üstə, yəni bunu açsam, C1 üstəgəl, C2 üstəgəl, C3 üstəgəl, C4 üstəgəl 5-dir. Bunu C6-ya sürüşdürsəm, bax, bu mütləq qalacaq. Bu C4 olacaq C5. Yəni, C6 xanasına yazılacaq düstur budur da. Sam C dollar 1. C qalır sabit, amma 4 nə olur? 5. Üstəgəl 5. Bu da olacaq C1 üstəgəl C2 üstəgəl C3 üstəgəl C4 üstəgəl C5 üstəgəl 5. Yəni, buradan bura qədər bu bizə 15 verib. Bir C5 xanasının qiyməti 15-dir. Onda C1-dən C4-ə qədər cəm nəyə bərabərdir? 10-a. Bura 10-dur. C5 15-dir. Bu da 5-dir. Deməli, C6 xanasının qiyməti oldu 30. İndi C7 xanasına baxaq uşaqlar. C7 xanasına nə yazılacaq? Sam C dollar 1 aşağı sürüşdürürəm. Bu düsturu C5-dən C7-yə sürüşdürürəm. C6 olacaq. Yəni, C1 üstəgəl, C6 üstəgəl 5-ə daha doğrusu. Bu, qarışdırdım. Bir dəqiqə. Deməli, üstəgəl 5. Bu olacaq C1 üstəgəl C2 üstəgəl C3 üstəgəl C4 üstəgəl C5 üstəgəl C6 üstəgəl 5. C1-dən C4-ə qədər 10-dur. C5 15-dir. C6 30-dur. Cəmi nəyə bərabər olacaq? 60-a. Düzgün cavab olur. D. 60. 16-ya nə yazmışıq? 16-ya nə yazmışıq? D. D. Mən D. İnformatika sahəsi üzrə azalma ardıcılığı ilə sorğu versək, kələm 3-cü sətirdə olar. İnformatikanı azaldaq. Ən çox hansıdır? 28. 1, sonra 23, 2, bu 3-dür. Kələm 3-də olmadı. Kərimova İlknur oldu. Birinci səhvdir. Riyaziyyat sahəsi üzrə azalma eləsək, İlknur 6-da olacaq. Riyaziyyatı azaldaq. 1, 2, 3, 4, 5, 6. İlknur 6-dadır, düzdür. Fizika sahəsi üzrə artma ardıcılığı ilə sorğu versə, Aydan 6-cı sətirdə olacaq. 1, 2, 3, 4, 5, 6. Yox, Aydan 6-cı sətirdə olmadı. Kənan oldu 6-cı sətirdə. İnformatika sahəsi üzrə artma eləsək, buranı silmək olmuş, nəysə, bunları qaralayayım. İnformatika sahəsi üzrə artma eləsək, Əsəd 3-cü sətirdə olacaq. Artıraq 1, 2, 3, 4,
Əsəd üçüncü düzdür. Əsəd 3-də oldu. Bu düzdür. Riyaziyyat sahəsi üzrə artma ardıcılığı və sorğu versək, Gülnarə 4-cü sətirdə olacaq. Riyaziyyatı artıraq indi. 1, 2, 3, 4. 4-cü sətirdə Aydan oldu. Bu da səhvdir. Bəli, 2 ilə 4 düzgün cavabdır. Düzgün cavab olur D. Hansı variant relyasiya cədvəlinin nisbət olması üçün təyin edilmiş şərtlərdən deyil? Nə yazmışaq buna? D. B. Cavab budur. Bütün sütunlar eyni struktura malik olmur. Bütün sütunlarda verilənlər həmçinin struktur sətrə aid olan bir şeydir. Struktur nədir? Sən öncədən təyin edirsən ki, adı olsun, soyadı olsun, məsələn, yaşı olsun. Bunu öncədən təyin elədin. Sonra verilənləri bu ardıcıllığa görə düzürsən. Yəni sütun bütün sətirlər Evet. eyni strukturda düzülür. Məsələn, hamısı D-də uyğun demək. necə? D-də məsələn sətirləri demir, ardıcıllıq istənilən kimi ola bilər. Ola Məsələn, bilər. gətirdim mən ada yaş qoydum, soyada Sətir o mənada demir də sətirlər ardıcılığı. Birinci ya Samiri yaz, ya Əlini Yaş. yaz. Fərqi yoxdur. Hı. Sətirlər ardıcılığı. O qaydası var ki, sətirlər, sütunlar ardıcılığı istənilən ola bilər. Ya soyadı birinci yaz, ya adı yaz. Fərqi yoxdur. Ya Samir birinci gəlsin, ya Əlinin məlumatları birinci gəlsin. Fərqi yoxdur. Sətir, sütun ardıcılığı istənilən qaydada ola bilər. Amma bütün sütunlarda verilənlər həmcins olur. Bu nə deməkdir? Sən öncədən yaşa number təyin etmisən, məsələn, ədəd təyin etmisən. Gəlib burada yaşı yaza bilməzsən ki, hərflə 32. Həmcins olmalıdır. Bir sütunda, məsələn, yaş təyin eləmisən, hamısı rəqəmlər, ədədlər olmalıdır. Aydındır? Evet. Cədvəlin açar sahəsi olmalıdır, mütləq. Açar sahə nə üçündür? Açar sahə təkrarı aradan qaldırmaq üçündür. Məsələn, eyni bir şirkətdə Əli Əliyev adında 2 dənə şəxs varsa, bunları işçi kodu ilə bir-birindən ayıra bilərsən. Yəni, bizim məsələn, fərdi identifikasiyamız nədir? Finimiz. Fin hamımıza tək-tək verilib. Kimsə bizlə üst-üstə düşən fini ola bilməz ki. Deməli, cədvəlin açar sahəsi mütləq olmalıdır. Sətirlərin təkrarlanmasını aradan qaldırır. Və yadda saxlayın, verilənlər açar sahəyə əsasən sıralanır. Sonra, cədvəlin bütün sütunlarında həmcins verilənlər olur. Bütün sətirlərində eyni struktur olur. Yəni, əgər birinci, məsələn, adı, soyadı yazmısansa, bunu bütün sətirlərdə qoruyursan. Cədvəlin sütun başlığı təkrarlanmır. Məsələn, 2 dənə ad sütunu ola bilməz. Və Samir, bu relyasiya cədvəlinin nisbət olması üçün qoyulan qaydalardır. Deməli, gəldik 18-ə. Eni 30, hündürlüyü 50 piksel olan qrafik təsvirin yerləşdirilməsi üçün düzgün yazılışı müəyyən edin. Nə yazmışıq buna? A. A. N30, N widthdir, width. Hündürlük heightdir, height. B səhvdir, çünki ümumiyyətlə N uzun təyin olunmayıb. C də səhvdir, N 30 olmalıdır, 50 verib. D-də də N 50 verib, Y-də də N 50 verib, düzdür. Düzgün cavab olacaq A. Hündürlüyü 50, N 30. HTML-də aşağıdakı fraqmentə əsasən doğru fikirləri müəyyən edin. Nə yazmışıq? E. 1, 3, 5. Deməli, burada neçə dənə sətir var? 4. Neçə dənə ter açılıb bağlanıbsa, o qədər sətir olacaq. Deməli, 4 dənə sətir var. Bəli, buradan çəkirəm. 1, 2, 3, 4. Neçə dənə sütunu var? 4. 4 yox. 3 dənə. Neçə dənə TH açılıb bağlanıbsa, o qədər də sütun olur. 3 dənə sütunu var. Sütunun sayı 3-ə bərabərdir, düzdür. Birinci sütuna yazdım. Bax, yadda saxlayın. TH ilə TD-nin fərqi nədir? TH, table headdir. Sütun başlığı, cədvəl başlığı təyin etmək üçündür. TH-da yazılan məlumat qalın şriftlərlə mərkəzdə yazılır. Təklif edilən qiymət və əlavə xərclər. Amma TD-nin içərisində yazılan məlumat sola düzlənmiş nazik şriftlərlə yazılır. X, MMC,
17300 və 22. Sonra YMMC 11500, 50, 11550 və 16. Növbəti sətirdə ZMMC 21314. Təklif edilən ən aşağı qiymət 10 yox, bu əlavə xərclərdir. Təklif edilən qiymət burdadır. 11500-dür. Təklif edilən ən aşağı qiymət 11550-dir, düzdür? Sətrin sayı 3-ə bərabərdir. Xeyr, cədvəl 12 xanadan ibarətdir, düzdür. Düzgün cavab olur D variantı. Aydındır uşaqlar. Bax, HTML-dən mütləq ya bundan, ya siyahıdan bir sual düşəcək, ya linkdən düşəcək. Yəni, B yox. Y olur müəllim, hə. hə, Y. 1, 3, 5 yazdın. Ya Hə, Y. Saçdım, Y. 1, 3, 5. Uyğunluğu müəyyən edin. Axtarış sistemi, internet xidməti, sosial şəbəkə. Nə yazmışıq? A. Excite-la Yahoo. Bəli, bunlar axtarış sistemidir. Uşaqlar, ilk axtarış sistemini Archie-dir, Archie. Birdən rastlaşarsınız, ilk axtarış sistemi. Deməli, bəli, bu düzdür. Axtarış sistemi nəyə imkan verir? Müxtəlif açar sözdən istifadə edərək informasiyanı avtomatlaşdırılmış şəkildə axtarışını və axtarış sisteminin əsasını 3 element təşkil edir. Proqram, hörümçək, bir də indeksləyici. Proqram verilənlər bazasında axtarış aparır. Əsası proqramdır. Axtarış sisteminin əsası proqramdır, yadda saxlayın. Hörümçək açar sözə görə səhifələri aşkarlayır. İndeksləyici də ən uyğunun ən önə çıxardır. İndeksləyir, yəni qabaqda ən yaxşı, ən uyğun, revelantlıq dərəcəsinə uyğun düzürdə. Get-gedə növbəti səhifələrə keçdikcə artıq axtardığımız sorğuya uyğun, yəni az uyğun olur səhifələr. İnternet xidməti e-maillə telekonfransdır. Məsələn, biz hal-hazırda telekonfrans xidmətindən istifadə edirik. Meetdir, Zoomdur, Skype'dır. Sosial şəbəkədə bəli, Instagramdır, Facebookdur, Twitterdir. Bunlar sosial, LinkedIndir. Bunlar sosial şəbəkələrdir. Sosial şəbəkə nəyə kömək eləyir? Ünsiyyətə, fikir mübadiləsi aparmağa, onlayn platformadır. Yəni burada məsələn e-maillə sosial şəbəkənin fərqi var. E-maildə dəqiq ünvan bilməlisən ki, həmin yəni e-mail adresini dəqiq bilməlisən ki, insana məlumat atasan. Amma sosial şəbəkədə adın yazırsan, məsələn, uyğunlaşdırırsan, o səhifələr içərisində tapıb həmin adamı çıxarda bilirsən. E-mail mütləq dəqiq ünvan olmalıdır. Dəqiq ünvanı yazmasan, e-mailin gedib çatmayacaq. Elektron poçt ünvanı ola bilməz. Nə yazmışıq? 21-ə nə yazmışıq? C, düzdür. Deməli, elektron post bu necə yazır? İstifadəçi adı, @işarəsi, bir yerdə yazdım ki, mən də. Deməli, istifadəçi adı, @işarəsi, bir də domen və yaxud da server. İstifadəçi adında Latin əlifbasının hərflərindən, tire, altdan xətt kimi simvollardan və rəqəmlərdən istifadə, nöqtədən, rəqəmlərdən istifadə etmək olar. @işarəsi istifadəçi adı ilə domeni bir-birindən ayırmaq üçündür. Domen serverin adıdır, yəni istifadə olunan platformanın mı deyim, yəni məsələn Gmail-dən istifadə edib, Yahoo-dan istifadə edib, Mail.ru-dan istifadə edib, hansı serverdən istifadə edibsə onun adıdır. Yadda saxlayın, domen adında ancaq nöqtə istifadə oluna bilər, vergül istifadə oluna bilməz. Bəli, düzgün cavab olur C. Gəldik Pythonlara. 22-yə nə yazmışıq? Nə yazmışıq 22-yə? Yazmamışıq. 51 mənim, 51. 51-dir, cavab C-dir. Bax, deməli, bu dövr nə zamana kimi davam eləyir uşaqlar? S kiçikdir 104 olacaq da. Hə, yəni 104 olana kimi davam, yəni S böyükdür 100 olana kimi davam eləməlidir.
Onda neçə dəfə bura işləməlidir? 25 dəfə, 26 dəfə. 25-də hələ də ödənir. Bəli, 26 dəfə ödənməlidir bura. Bizə K-nın 26-cı cüt qiyməti lazımdır. Bax, birinci sıfırda ödənir. 0 2-yə bölünürmü? Yəni K 0 olanda S olur 4. K 2 olanda S olur 8. K 4 olanda S olur 12. Yəni cüt qiymətlərini də 4 artır da S. K-nın ilk cüt qiyməti biz proqramlaşdırmada 0 cüt hesab edirik. 0-dan başlayırıq. 2, 4, 6 və s. davam edir. Biz indi K-nın 26-cı qiymətini tapaq. 0 üstəgəl 25 vurulsun 2 eləyir 50. Deməli, bura girən ən son qiyməti 50-dir. 50-də S, yəni K 50-ni alanda S olacaq 104. Onda yenə K bir vahid artacaq, olacaq 51 və artıq 104 olduğu üçün dövr sonlanacaq. K-nın qiyməti olacaq 51. Aydın uşaqlar? Başa düşdükmü? Başa düşməyən varsa desin. Keçən səfər də bu sualdan yazmışdım. Keçən səfər hətta bundan biraz da çətin idi. Bu daha asandır. Başa düşməyən varmı? Yoxdur. Yaxşı. Bəlkə də üzə düşürsünüz, demirsiniz. Nə bilim valla. 23-ə nə yazmışıq? A. Bu proqramın təyinatı nədir? Nəyi çıxardır ekrana? Bəli, 8-li say sistemində rəqəmləri cəmi 4 rəqəmli ədəd seçirsiniz. Bir də onların rəqəmləri cəmi 12 olsun və ən kiçiyini seçirik. İkisi Bir də 2 dənə cüt, 2 dənə tək olsun. sağ ol. Deməli, ədəd əgər təkdirsə, 8-li say sistemindəki həmin anda ifadəsi də tək olur. Yəni tək ədəddə tək qalıq qalır da. Bu o deməkdir ki, 2 buradır, 2 buradır, 12 də buradır da. Yəni 12 2 2 çap olunubsa. Bu o deməkdir ki, 8-yə çevirməyin hardan bildi? 8-ə tam bölmədən. Deməli, 2 dənə tək, 2 dənə cüt qiyməti var. 2 tək, 2 cüt qiyməti var. Rəqəmləri cəmi də 12-dir. 8-likdə. İndi 8-likdə ifadə eləyək. 1, 0, ən kiçiyi qurmağa çalışırıqsa 1, 0. Sonra nə yaza bilərik? 5, 6 yaza bilərikmi? Rəqəmləri cəmi 12-dir. 2 dənə cüt var, 2 dənə təki, düzdür. 8-likdə. Bunu int input onluq ədəd deməkdir. Ha, onluq ədəddir. Bəli, 1, 1, 0. 512 üstəgəl 40 üstəgəl 6. Ha? Bəli. Başqa olmaz. Məsələn, 4, 7 olsa daha az olmur ki. 1047 deməm. Mən belə yazmışdım. Hə, 1, 4, 7 daha kiçik olur. Onsuz da mümkün qədər kiçik axtaracaqdım. Budur. Ən kiçiyi budur. Deməli, 512 üstəgəl 32 üstəgəl 7. 1 yazdıq. 1 yadda 5, 551 olur, düzdür. A variantıdır. 8-li say sistemində rəqəmləri cəmi 12 olan, 2 tək, 2 cüt rəqəmi olan ədəd axtarır. 24-də nə yazmışıq? E. A. A. S dəyişəninin hansı ən böyük natural qiymətində proqram ekrana 128-i çap edir? N1 ilə başlayıb. Bu dövr neçə dəfə icra olunub? 7. 7 dəfə. S üstəgəl 56 böyük bərabər olub 94-dən. S böyük bərabərdir neçədən? 38 edir 38-dən. Deməli 38 ən kiçik qiymətidir. Bizdən ən böyüyü istəyir. Bir dövr aşağı hesablayırıq. 7 dövr yox, 6 dövr götürürük. 6 dəfə 8 48, hələ də kiçikdir 94. Çünki 6 dövrdə hələ də şərt ödənilir, 7-də sonlanır. Ona görə 6 dövrdə şərti dəyişmirik. S kiçikdir neçədən? 46-dır. 46-dan, 45 də ən böyük qiyməti olur. Düzgün cavab olur A 45. Aydındır, 41 yazmısan.
Başa düşdük, tam. Bəli. Səs gəlmir. 25. Keçən il qəbula bir dənə bax şərtdən bu cür misal salınmışdı. Şərt operatoruna. Neçə yazmışıq? Bu. Bu olmalıdır elə hə, səhv etmirəmsə bu. Deməli, A 12-dir, B 16-dır. 12 kiçikdirmi 16-dan? Hə. Şərt ödəndisə, LC-sinə baxmırıq. C bərabər olur 28-ə. C vur 2. Da bu C-ni sildik. C-nin qiyməti oldu 28. 16 böyüdümü 28-dən? Yox. Sonra gəlib burada baxıram. 12 böyüdümü 16-dan? Yox. Da bu şərt ödənmədiyi üçün heç bir operator icra olunmur. Gəlirəm bir də bura baxıram. A 12-dir, B 16-dır. 12 kiçikdirmi 16-dan? Hə. Şərt ödənmir. A olur 32. Da LC-sinə baxmırıq. Gəlirik. A 32-dir, B 16-dır, C də 28-dir. Düz yazmadım. 60, yox düz yazdım. Düzdür, 76. mən görürəm 76 edir. 76. 86 hesabladım. Düzgün cavab. Bəli, 76. Deməli, bu tip misallarda bax 3 dənə return görürsüz. Amma birinci hansından return olundusa, digərlərinə baxmaq. Birincidən eləmiz sonra heç əzazı düşmür də. Yox. Birincidən return oldu, artıq qiymətini almış olur da, qiymət qayıdır ona. Digərlərinə baxmırıq. A 2-dir, B 4-dür, C 8-dir. Deməli, biz F 2, 4, 8-i hesablayırıq. Paralel ötürürük, 2, 4, 8 bura. X 2-dir, Y 4-dür, 4, 8. Bu doğrudur. Onunla birləşdiyi üçün. Bura true'dur. X 2-dir, Z 8-dir, X 2-dir, Y 4. Burada true'dur. Bu ödənməsə də bu ödənir deyə burada true'dur. 2 dənə true olduğu üçün bura ödəndi də bunlara baxmağa ehtiyac yoxdur. X bərabər oldu. X vur 2 üstəgəl Y. 8-ə. Y bərabər oldu. 4-ə ilə 8 üstəgəl 4 çıx 8 4-ə. Z də bərabər oldu. 8 üstəgəl 8 üstəgəl 8 16-ya. 8 deməli 8 hə. Burada nə yazırıq? 8 üstəgəl Y. Mənfi 4 alınır da buradan, hə? Mənfi 4. Cavab olur A. 8 üstəgəl 16 yox, 8 üstəgəl 4 çıxılsın 16 eləyir də, hə, mənfi 4 alınır. Mənfi 4 alınacaq. 27-yə nə yazmışıq? C. C. Deməli, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Uzunluğu 9-dur. 9-dan ikisini çıxsam 7 eləyir. 2-dən 7-yə qədər baxıram, hə? Sonra bu S, K, D, A, W olur. Bu da 3-dən sona qədərdir. K, D, A, V, L, X-dir. X-lə Y-i toplayıram. D, A, W, K, D, A, W, L, X. D-nin indeksini axtarır. Hə, 2-yə düşür, düzdür. C 2. 2 olacaq. İndi gəldik ətraflı misallara. Nə qurmuşuq, nə yazmışıq, nə alimlik eləmişik? 1 çıxılsın x-in kvadratı, vurulsun 8 çıxılsın x-in kvadratı. Deməli, Deyil. demək birinci başlayırıq. Dəqiq uşaqlar, gözləyim. Dənə. Hı. Başla, sonra. Başladıq, sonra. Sonra mən x-lərini daxil edirik. Aha, daxil etdik. Sonra modifikasiya seçirik. Aha. Y bərabərdir 1-dən 50-yə 7 addımla. Ay, sağ ol. Sonra S bərabərdir aşağıda. S ilə X-i, hə, S ilə P-ni daxil eləmişəm, müəllim, sizə demədim. S bərabər 0, P bərabərdir 1. P birinə ehtiyac var, birinə yoxdur. Yox, mən elə eləmişəm. Mən 2 dənə hesablama dövrü, hesablama bloku çəkmişəm. S bərabər 0, P bərabər 1.
i bərabərdir 1-dən 50-yə 7 yapdım. Mən necə borcu çıxardırsan, nə deyirsən, demirsən. Özün sən yazırsan, şey kodu. Hə. Nə deyirəm kimi yazmışam. Burada yazmışam, mən 30-da demədim. S bərabərdir i vur x vur x. I minus x vur x. i minus X vur x. niyə i minus? Çünki orada Hə, müəllim. hə. Nəysə mən də yenə. X vur x. Bəli. P bərabərdir P vur S. I X yazdım. vur X mi? X vur I yazdım. Ay, x vur x. Hə. Hamı şey yapamadım. P bərabər P vur S. X vurulsun. Ehtiyac varmı? Ehtiyac yoxdur. Bir dənə elə P bərabər. P vurulsun S. Qaydırıq dövrə. P-ni çıxışa veririk. Əslində burada şeyə ehtiyac yoxdur. Nə deyirlər? S-ə ehtiyac yoxdur. Çünki birbaşa yaza bilərsən içərisində. Sən dedin, mən də yazdım. Burada yazacağıq ki, sadəcə Kəsərlərim əli. P bərabərdir. P vurulsun I minus X vurulsun X. Bunu da ulduzla alıb ifadə edeyim. Qayıtsın dövrə. Belə. Və son. Şərtli də dövrlə yaza bilərdiniz. Şərtli dövrdə şərtə qoyacaqdınız ki, I kiçik bərabər 50. Sadəcə iterasiyanı I bərabər I plus 7 yazacaqdıq. Sonra klaviaturadan daxil edilmiş sətirdə 2 rəqəmini 2 sözü ilə əvəz edən proqramı Python dilində yazın. Nə yazmışıq? Deyim mən. Yoxdur, görün başqası. Mən axırıncını da deyə bilərəm bunu. Başqa. Başqa kim yazıb? Sən belə yazmısan? Bunu xeyr. Asandır ki bu. Nə yazmamısan? Nə dövr qurmursan, nə bir şey. Bir dənə metoddan düzgün istifadə elə də. Replace metodunu. Şimdi başqa heç nə ehtiyac yoxdur. Yox, tapmadı ona görə. Başqa? Ruhi yazmısan? Əli, Ruhi. Deyə görüm onda sən Çınar. Çınarıydı, Tunarıydı. Hansı yerdə deyək? Bəli, n bərabərdir int input. Int input yox, input. Sətir deyir, int input. Sonra For i in range len n. dövr nə yazmısan hətta? For i in range. Nəyəsə len n. List edin. Nəsə bir səhv gedir ha burada. Yox, mən n bərabərdir list. If list n i İçərisində yaza bilməzsən elənçinə. Kənarda listə çevirirsən, çevir. Bir söz demirəm. N bərabər list n. if n i qoşa bərabər 2-yə replace n i 2 sözü. N nöqtə replace. Buna nə ehtiyac var? Yox, ümumiyyətlə düzgün işlətməmsən sonrası da. Niyə ki mən? Yazırsan ki, n-i bərabərdir 2. Mən də insertlə yazmışım. Insertlə metodlar düzgün, yəqin mən düzgün öyrətməmişəm. Ona replace. Replace-lə dövrə girmədən yazırsan. Bir dənə yazırsan ki, 2-ni 2 ilə əvəz ver. Yəni dövrə ehtiyac yoxdur. Sən dövrdən yazmısansa, qulaq as, dövrdən yazmısan. Necə? Belə yazılan səhv çıxır ki. Nə yazmısan sən? Allah, burada nə yazmısan? Replace n-i 2 ilə əvəz edir. N nöqtə replace edir. Replace belə. Bəli. Nə yazmısan sonra? N-i Sonra? virgül 2 sözü. 0 bal 2. Niyə ki? Replace çünki sətir metodudur. Hansı sətrə müraciət elədir? Replace yazanda sətir metodları yazılanda bir məsələn A yazmısan, tutaq ki, yazırsan A bərabərdir 1 2 3. Sən bu A-ya müraciət eləməlisən. A nöqtə replace. Sən burada Hədə mən də eləyirmişim müəllim. N nöqtə replace demədim mən sizə. Elə dedi. Mən elə dedim. N nöqtə
Ha, yaxşı. Bu nə metodudur? Siyah, Siyahı. Bəs bu nədir? Sətr. sətr. Düz işləyər? Yox. Mən siyahı çevirməsək düz işləyərdi bəs. Siyahıya çevirməsən, burada bir şey var ki, bu mövcud siyahı üzərində dəyişiklik aparmayacaq da. Yəni sonda elə n əvvəlki n olaraq qalacaq. Əvəz etməmsən axı, burada bərabərdir yazmalı idi. N bərabərdir. Olan şeydir. Həm də biraz məntiqsizdir. Çünki ehtiyac yoxdur axı replace-nə. Amma belə yazsan, məsələn, dövr işlətmək istəyirsənsə, Hə, neyinlə dövr işlədi? Ağlıma gəldi, onu yazdım. bildimi? Yəni sən dövrü nə yazmısan da? Dövrü işlətmək istəyirsənsə, n-i bərabərdir, belə yazmalısan 2. Sonra da bu amma burada mütləq şəkildə nə yazasan? N bərabər list n. Siyahıya çevirməlisən. Sonra da printdə birləşdirməlisən. Print nöqtə join n. Çünki sətr əldə eləməlisən. Baxaq, məsələn, yazıram, tutaq ki, 1, 2, 3, 2, 4. 1, 2, 3, 2, 4 çıxdı. Düz işlədi. Amma səninkində, sənin kodunda axıra qədər deyil kodu yazdığını. Nə yazmısan? Harda da n-i printə vermişəm, nə var? Print n belə. Hə. Burada n nöqtə n bərabərdir yazmamışdım, hə? Counteriniz var da, nə əcəb bəs kodu yazıb Nə eləmir? şey eləmirsiniz. Görsən dəyişmədi. Öz günahıdır mən yazmışım. Öz günahıdır. Sənə axı ona bal verməzlər. Yenə bərabərdir yazsan bəlkə. Bəlkə niyə mən daha işləyir də. Amma məntiqsizdir. Yəni bunu dövrə qurmağa ehtiyac yoxdur. Yəni bir dənə yazırsan ki, print n nöqtə replace 2-ni əvəzlə 2 sözü ilə. Yəni özünü dağa daşa salma. Ehtiyac yoxdur. Bir dənə də mötərizə düzgün eləməmişəm. Hə. Run edirəm. Yazıram 1 2 3 düz çıxartdı. Başa düşdünüz? Bəzən sadə olur, sadəcə fikir vermirsiniz. Metodları tam dərk eləməmisiniz. Mən metodları yazıb atmışam. Yazılışında özünüz də kod əgər yazmaq istəyirsinizsə, bax bu ixtisası seçmisinizsə, siz ömrünüzün axırına kimi artıq kod yazasınız onsuz da. Kompüterdən istifadə eləyin. Yazın. Kompüteriniz yoxdur, telefonda Python, Roid nədir belə proqram var. Onu yükləyin, onda yazın kodları. Yazın ki, öyrənə biləsiniz, əliniz öyrəşə. Elementləri klaviaturadan daxil edilən n natural elementdən ibarət siyahının hər bir elementin 16-lıq say sisteminə çevirərək çıxaran proqramı Python dilində yazın. Buyur. Müəllim, defnə yazmışım. Yaxşı eləmirsən. Buyur. Mən fx. fx yazdım, yaxşı olsun fx. S sətri daxil eləmişəm, boş sətr. Sonra while x böyükdür 0-da. A bərabərdir x faiz bölümü 16. S bərabər S plus S deyir A. İndi 16-lıq say sistemində bir şey var da. Sən onu yazmısanmı? AB-ni. Üsuldə YF əvəzlənməsi. Ha, sağ ol. Hərflər Burada yazmıram if. Tək yazmısan? Yox, if. If. Hə, tək yazmışam. Yox. Niyə? Düz demə. O qədər düz ola bilər, o boyda uzun kod yazır. Aralıq verib ora daxil eləsə olmaz. Bir dənə B siyahısı yaradırsan, B sətri yaradırsan, başlayırsa yazmalı 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Sonra başlayırsan A, B, C, D, Y, F. İndi bunların indeksinə müraciət eləsən, məsələn, tutaq ki, B0 sənə 0-cı elementi verəcək.
B1 birim. Məsələn, B10 artıq A-nı verəcək. Sonrasın gətir davamı. Onda biz B'nin A'nın B'nin hansı indeksi olduğunu tapmalıyıq. Elə deyil. Onda indeks B eləyərəm də. B'nin şey eləyərəm. Belə yazsan, B, A yazsan olmur. Olar, niyə olmur? Yaz. Yaz. S bərabərdir. S bərabərdir S plus. Yox, tərsini düzməlsən axı. BA üstəgəl B, S. BA plus S. X bərabərdir. X bərabər X bölü 16. Aha. Return int X. Int X S-də birincisi. X yox, S-də. Int S. Int də daxilsin olar, bu problem deyil. Əsas o da çevirir. Hə, sonra aşağıda yazmışam ki n bərabər int input. Bir dənə K siyahısı daxil etmişəm. For i in range n. A nöqtə x bərabər x int input. X bərabərdir int input. K nöqtə appendix. For i in x. S bərabər B bərabər fi. Nə? Print fi. Print, hə. Print F-i. Görək düz işləyirmi? Dörd element daxil edirəm. Biri 160 olsun. Biri 64 olsun. 50 47 neysə daxil 15. edirəm. 15. Düzdür. Düzdür. Screen eləyin, götürün istəyirsə. Bax, bunu da yadınızda saxlayın. Gələn səfərə 16-lıqdan və yaxud da istənilən say sistemindən 10-luğa qayıdışı soruşacağam sizdən. Ona hazırlaşarsınız. Deməli, Çox uzun gedəcək. çox uzun getmir. Qayda Yox, açıq mən- yazılışı tətbiq edirsən. Niyə Aynen. ədədin uzunluğunu tapa bilmirsən? Məsələn. Məsələşmir. Məsələn, A, F, düzdür, lap 16-lıq üçün yazmayın, eyb yox. 8-likdən 2-liyə keçməyi yazarsınız. Məsələn, 7, 5, 3, 8-likdədir. Bunu 10-luğa çevirirəm. 0, 1, 2. Ədədin uzunluğunu tapıram, birini Var, çıxıram. Bir də kvadratına vurub eləyir. Asandır. Hə də, yəni sən nə yazarsan? 7 üstəgəl 8 üstü uzunluq çıx 7 1, vurayım mən. 2. Bu 7 uzunluğu vurayım. necə? Hə, 7 7. vur. 7 vur, çaşdım 700. Sonra üstəgəl. Da indi orasını da özünüz fikirləşərsiniz. Bildim. Yazacağam. İstənilən məsələnin əgər riyazi həll qaydasını qura bilirsinizsə, kodunu yaza bilərsiniz uşaqlar. Bunu da screen eləyin, götürün. Vay, screen eləyin dedim, çıxdım. Dəqiqə. Belə. Nəsə sualınız var? Xeyr müəllim. Sabaha bir dənə dərs inşallah sınav atacağam yenə. Bir də bizim bir dənə dərsimiz var şəbəkə ilə. HTML. HTML-ə ehtiyac var. Var, eləyərik. Var. HTML də eləyərik, yaxşı. HTML, onda şəbəkə, informasiya təhlükəsizliyinin təşkil qalıb. Onda onlara da baxarıq. Yaxşı Bəli. uşaqlar, bu günlük bu qədərdir. Sağ olun.